sizi son sefere çağırıyorum. Biz askeri ya da ya yaratta. Ya da ya yaratta. Hər vaxtınız xeyir əziz dostlar. Bildiyiniz kimi bu gün də Səlcuqlar və Atabəylər mövzusunu davam etdirərək İraq Səlcuqları və Azərbaycan Atabəylərinin süqutu haqqında danışacağam. Əvvəlki videomda bildirdiyim kimi 1186-cı ildə böyük Atabəy Məhəmməd Cahan Pəhləvan vəfat etdi. Bu zaman onun qardaşı Qızıl Arslan Azərbaycan Atabəyi kimi Təbrizdə iqamət edirdi və onun Müteybə xatununa olan oğlu Əbu Bəkir də əmsi Qızıl Arslanın qəyyumluğuna verilmişdi və şahzadə kimi Təbrizdə əyləşmişdi. Lakin Məhəmməd Cahan Pəhləvanın xanımı İnanc xatun öz oğlanlarını Qutluq İnanc Mahmudu və Əmir Əmiran Öməri İraq Səlcuq taxtına əyləşdirmək üçün Böyük Atabəy titulunu öz oğlanları arasında bölüşdürmək istəyirdi. Buna görə də o öz ərini Məhəmməd Cahan Pəhləvanın ölümünü İraq Səlcuqlu əmirlərindən bir müddət gizli saxlamağa məcbur olmuşdur. Lakin İraq Səlcuqlu əmirlərinin əksəriyyəti Böyük Atabəy vəzifəsində Qızıl Arslanın olmasına tərəfdar idilər. Buna görə həm İnanc xatun, həm də formal olaraq hakimiyyətdə olan Sultan 3. Toğrul Qızıl Arslanın Təbrizdən Həmədana gəlib Böyük Atabəy vəzifəsini icra etməsinə razılıq verdilər. 1186-cı ildə Qızıl Arslan Təbrizdən Həmədana gəldi, lakin həmin gün məlum oldu ki, Sultan 3. Toğrul sarayda Eldənizlərə qarşı olan bəzi əmirləri görevləndirib, Qızıl Arslanı sui-qəsd nəticəsində öldürmək istəyir. Lakin bu qəsdin üstü açıldıqda Atabəy Qızıl Arslanla Sultan 3. Toğrul arasında münasibətlər pisləşdi və Sultan 3. Toğrul belə olduqda Marağa Atabəyləri Əlaəddin Körpə Arslanı, Ətər hakimlərini və Eldənizlərdən digər narazı olan əmirləri ətrafına toplayıb Qızıl Arslana qarşı mübarizəyə başladı. Və 1188-ci ildə Həmədan yaxınlığında baş verən ardıcıl 2 döyüşdə 3. Toğrul öz tərəfdarları ilə Qızıl Arslanı məğlub edib geri çəkilməyə məcbur etdi. Belə olan halda Qızıl Arslan Abbasi xəlifəsi Ən-Nasirə müraciət etdi və xəlifə ordu göndərərək Qızıl Arslanın Toğrula qarşı mübarizəsinə yardım etdi. Toğrul belə olan halda həmin il Qızıl Arslan Sultan 3. Toğrulu məğlub etdi və onu Naxçıvanda Qəhrəm qalasında həbs etdi. Qızıl Arslan isə bunun üzərindən 1188-ci ildə paytaxt Həmədana gəlib, bu dəfə özü İraq Səlcuq taxtına əyləşib, öz adına xütbə oxudu və hökmdar kimi öz adına qızıl sikkələr kəsdirdi. Çünki Qızıl Arslanın və Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatun idi və Möminə xatun Səlcuqlu ailəsindən gəldiyinə görə onların Səlcuqlu taxtına əyləşib, birbaşa hökmdar kimi dövləti idarə etməyə legitim haqları çatırdı. Qeyd edək ki, Səlcuqlar tarixində İlk və son hadisə idi ki, Məmlükçü sinifindən çıxan hər hansı bir Atabəy İraq Səlcuq taxtını əlinə keçirdi, onu öz adına idarə edir. Belə olan halda İnanc xatun Qızıl Arslanla evlənməyə qərar verdi. Çünki o hələ də öz oğlanları Qutluq İnanc Mahmudun və Əmir Əmiran Ömərin Böyük Səlcuq taxtına əyləşməsinə çalışırdı. Qızıl Arslanla evlənəndən sonra Məhəmməd Cahan Pəhləvanın vəsiyyətinə uyğun olaraq onun Müteybə xatunu olan oğlu Əbu Bəkir Azərbaycan Atabəyi kimi Təbrizə göndərildi. Əcəm İraqı Rey İsfahan isə Qutluq İnanc və Əmir Əmiran Ömər arasında bölüşdürüldü. Həmədan isə Özbəyə verildi. Lakin 1191-ci ildə Qızıl Arslan İnanc xatun tərəfindən və digər saray əmirləri tərəfindən zəhərlənərək öldürüldü. Çünki İnanc xatun hələ də öz oğlanlarının hakimiyyətdə yerbəyer etməyə çalışırdı və bu fikrindən əsla vaz keçməmişdi. Qızıl Arslanın 1191-ci ilin payızında öldürülməsindən sonra İraq Səlcuqlu sultanlığında taxt qovğaları və ara müharibələr yenidən qızışdı, ölkə saxnaşmaya döndü. Həmin il 1192-ci ildə Naxçıvanda Qəhrəm qalasında həbsdə olan Sultan 3. Toğrul bəzi İraq Səlcuqlu əmirləri tərəfindən azad olundu. Sultan 3. Toğrul Əbu Bəkri və Qutluq İnancı məğlub edərək 1192-ci ildə Həmədanda yenidən İraq Səlcuqlu taxtına əyləşdi. Bunu görən Qutluq İnanc kömək kimi xərargahlara sığınmaq istədi. Lakin Sultan 3. Toğrul diplomatiyaya əl atdı və öz qızı Məlikə xatunu
Xarəzmşah Əlaəddin Təkişin oğlu Yunusə ərə verdi və bununla da xarəzmşahların təhlükəsini özlərindən uzaqlaşdırdı. İşi belə görən İnanc xatun bu dəfə vaxtilə Qızıl Arslanla oynadığı siyasəti Sultan Hüsnü Toğrul'la oynamaq istədi və Sultan Hüsnü Toğrul'a məktub göndərib ona kəniz olmaq istədiyini bildirdi. Bunun üzərində 1192-ci ildə Sultan Hüsnü Toğrul bu dəfə İnanc xatunla evləndi. Lakin İnanc xatun yenə də Qızıl Arslanın olduğu kimi Toğrulu da zəhərləmək istəyirdi. Lakin bu dəfə bu barədə Toğrula saray əmirləri məlumat verdilər. Toğrul işi belə bilib zəhər qatılmış şərab dolu qədəhi İnanc xatunun özünün içməsini əmr etdi və İnanc xatun məcbur olub zəhərli qədəhi içərək, zəhərlənərək öldü. Anasının intiqamını almaq məqsədilə Qutluq İnanc bu dəfə yenə də xarəzmgahlara sığındı və 1194-cü ildə Xarəzm ordusundan aldığı dəstəklə Qutluq İnanc Sultan Hüsnü Toğrulu məğlub edib öldürdü və onun kəsilmiş başını aparıb Xarəzmşah Əlaəddin Təkişə verdi. Bunun üzərindən Xarəzmşahlar artıq 1194-cü ildə Sultan Toğrul vəfat edəndən sonra İraq Səlcuqlarının bütün ərazisini işğal etdi, öz əllərinə keçirdi və Azərbaycan təbəələri Eldənizlərin əlində, yəni Əbu Bəkirin idarə etdiyi coğrafiyada yalnız vahid Azərbaycan torpaqları qaldı. Yəni 1195-ci ildə artıq İraq Səlcuqlarının Azərbaycandan başqa bütün əraziləri Xarəzmşahların əlinə keçmişdi. Bundan sonra Əlaəddin Təkiş İsfahanı Qutluq İnanca iqta kimi versə də, bu Qutluq İnancı razı salmadı və Qutluq İnanc həmin il Həmədan üzərinə yürüşə başlayıb şəhəri tutdu. Lakin əvvəldə bildirdiyim kimi Sultan Hüsnü Toğrul öz qızını Əlaəddin Təkişin oğlu Yunusə ərə vermişdi və həmin bu Məlikə xatun elə həmin il Qutluq İnancı İraq Səlcuqlu əmirlərinə öldürdü və həm Xarəzmşahlara qarşı Qutluq İnancın dirənişini sındırdı, həm də vaxtilə atasına qətl edən insandan öz qisasını, intiqamını aldı. Və 1196-cı ilə qədər Xarəzmşahlar bütün İraq Səlcuqlu sultanlığını Azərbaycan istisna olmaqla ələ keçirdi. Azərbaycan atabəylərində isə 1195-ci ildən etibarən yalnız bildirdiyim kimi vahid Azərbaycan torpaqları qalmışdır və 1211-ci ilə qədər Əbu Bəkir böyük çətinliklə də olsa bu coğrafiyanı özlərində qoruyub saxlaya bilmişdi. Lakin həm Xarəzmşahların yürüşləri, həm Gürcü Qıpçaqların amansız yürüşləri, ardınca isə Monqolların 1220-ci ildə basqınları Eldənizlərin də İraq Səlcuqlu sultanlığı kimi bir dövlət kimi Türkiyəyə doğru istiqamətləndirmişdi. Lakin Azərbaycan tarixşünaslığında yazıldığı kimi deyilənlərin əksinə olaraq Azərbaycan atabəyləri Eldənizlər dövləti 1225-ci ildə Xarəzmşah Cəlaləddinin bura yürüşü zamanı yox, bundan hardasa 20 il sonra süqut etmişdi. Çünki bu barədə Ata Məlik Süveyli özünün Tarix-i Cahangüşah əsərində məlumat verir. Ata Məlik Süveyli öz əsərində yazır ki, Moğol xanı Göyüç xan tərəfindən Azərbaycan Atabəy Nüsrətəddinə Azərbaycanı idarə etmək üçün aldamğalı fərman göndərmişdi. Göyüç xanın 46-48-ci illərdə hökm sürdüyünü, hakimiyyətdə olduğunu nəzərə alaraq məlum olur ki, Azərbaycan Atabəylərdə 1246-48-ci illərə qədər davam etmişdir. Yəni vassal asılılığında olsa da Eldənizlər deyildiyi kimi 1225-ci ildə yox, təxminən ondan 20 il sonra süquta uğramışdır. Eldənizlərin 1146-cı ildə başlayan səltənəti bir əsr Azərbaycan davam etmişdir. Daha sonra ilk əvvəl Eldənizlərin əlindən İraq Səlcuqlu sultanlığı çıxmışdır. Ardınca isə Eldənizlər Azərbaycan coğrafiyasında da Monqollara təslim olmuşdur. Qıpçaq Məmlükü sülaləsinin bununla da Azərbaycanda hakimiyyəti bitmişdir. Sağ olun.